Naxçıvanın digər görməli yerlərini əvvəllər gəzdiyim üçün bu dəfə çox Tuz dağı getmək istəyirdim və getdim də. Tuz dağı gəzmək mənim üçün çox maraqlı oldu. Oradan bu tuzu da niyə aldığımı hələ də bilmirəm, amma görən kimi almaq istədim. Yenə gəzməyə davam edib gözəl mənzərələri çəkmək istəyirəm. Sonra biraz istirahət edirəm. Kəndin heyvan sakinləri ilə biraz söhbətləşirik. Hər gün bir neçə dəqiqə özümlə tək başına vaxt keçirdirəm. Çay kənarında gəzmək, tək başına vaxt keçirməyi də çox sevdiyim üçün çay kənarına gedirəm. Gəzdiyimiz günlərin birində marketdə alış-veriş edərkən xalamızın balaca nəvəsi doğru qarpız necə seçilir onu bizə öyrətdi. Nənəm çox yaxşılıydı da. Hə, bax, Nənəm seçdi. demiş tüm dolantı da qəşəng olur. Yağış bir neçə dəqiqə fasilə ilə dayanmadan yağmağa davam edir və ortalığa belə gözəl mənzərələr çıxır. Boş vaxt tapan kimi kamera önündə belə artistliklər eləyirik. Növbəti gün qohumlarımız məni gəzməyə aparır. Bu da son günün sonuncu dağ mənzərəsidir və burada isə Bakıya gətirmək üçün qohumlarımla bir yerdə ağacdan meyvə yığırıq. O qədər gəzməyimə və istirahət etməyimə baxmayaraq mənim üçün ən yadda qalan anlar bu anlar oldu. Şübhəsiz ki, zaman çox dəyərlidir və sevdiyin insanların sən könüllü olaraq zaman ayırması daha da dəyərlidir. Təyyarədən də dəhşətli dərəcədə qorxduğum üçün göydə buludlar çəkə bilmirəm. Enəndən sonra bu bir neçə saniyəlik kadr çəkmişəm və beləliklə doğma Bakımıza çatırıq.